olsun əziz izləyicilərə. 2025-ci il may ayının 6-sı Bərdə rayon Şəhidlər Xiyabanında Ağdərə rayonunun Sırxavənd kəndindən polis əməkdaşı şəhid olmuş Natiq Əliyev Seviliyoğlu'nun anım gününü gəlmişik. Gəlmişik onu ziyarət edək. İndi gedək döyüş yoldaşlarından da müsahibə götürək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Natiq qardaşımızın döyüş yoldaşlarıdır. Bugün gəlmişik Bərdə Şəhidlər Xiyabanını ziyarət eləməyə və Natiq qardaşımızın anım günüdür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz Natiq Əliyevin ailə üzvləri də bugün anım gününə iştirak edir və döyüş yoldaşları bugün gəliblər anım gününə iştirak edirlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlər bizim qəhrəmanlarımız. Allah hər birinə rəhmət eləsin. Allah rəhmət eləsin şəhidlərimizə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin bacı. Ağdərə rayonunun Sırxavənd kəndi sakini Natiq Əliyev Seviliyoğlu. Əziz izləyicilər, nəzərinizə çatdırım ki, 92-ci ildən 94-cü ilə qədər Natiq qardaşımız dayanmadan öz fəaliyyətini göstərib və 94-cü ildə şəhidlik zirvəsinə ucalmışdı. Allah hər birinə rəhmət eləsin. Mən indi onların Natiq qardaşımızın döyüş yoldaşlarından müsahibə götürəcəm. Natiq qardaşım haqqında özləri ətraflı məlumat versinlər. Salam əleykum. Siz Natiq qardaşımızın, şəhidimizin qardaşısınız. Xahiş edirəm bu haqqında bir məlumat verərdiniz. Mən qardaşım haqqında çox məlumatlarım var. Yəni onun şəhid olduğu vaxtı, onun ermənilər şəhid olan vaxtı əsir götürüb 65 gün müddətində verməməkləri. Natiq 92-ci il, 94-cü il may ayının 6-sına kimi Bərbaq danış. Buyur. torpaqlarımız uğrunda vuruşub, döyüşüb may ayının 6-sına qədər. May ayının 6-sında düşmən 3 nömrəli savxoz istiqamətində güclü hücum əməliyyatı keçirən vaxtı Ağdərə rayonunun. Ağdərə rayonunun Bəli. Natiq bilirsiniz ki, cəsur pulemyotçu olub. Bəli. Orada elə bir vəziyyət yaranır ki, yəqin ki, onun o döyüş yoldaşları o haqqında danışacaqdır. Elə bir vəziyyət yaranır ki, indi yaralı halda orada qalıb. Yoxsa o döyüş vaxtı həlak olub, erməni quldurlarına təslim olmayaraq Bəli. və axırıncı gülləsini özünə sıxaraq döyüşüb. Mən eşitdiyimə görə hətta yaralı zamanı da yəni bu gizlənib. Yaralı vəziyyətdə o vaxtı ermənilərin dediyinə görə o balaca orada torpaq koması olubdur. Bəli, bəli. Bunu erməni komandiri deyirdi. Bəli. O torpaq komasında arxasında gizlənib. Ermənilər onu sağ götürmək istəyirmiş. Yəni öldürmək istəsəydi orada bir snaryad tullayardı, öldürərdi. Yəni Bəli, onu bəli. sağ götürmək. Orada ermənilər buna təslim ol komandası verəndə bu ermənilərin dediyi sözdür. Bu onlara deyir ki, mənə su gətirin, sizə dəyməyəcəm. Belə bir ifadə işlənib o vaxt onu bizim o Rusiyada oturanlar da o sözləri tutuqdu o vaxtı. Və o qədər erməni bunu mühasirəyə alır ki, bu həmişə mən onu görmüşdüm bir qardaş kimi, onun Abdel'in bir dənə patronu vardı. O patronu Abdel'ini saxlayırdı. O qədər buraxır ki, gələn erməniləri pulemyotu çevirir. Orada indi qırılan onun sayını demək olmaz. Yenə ermənin deməklə bu çevirir pulemyotu buradan vurur.
O deyilən sözlərdə faktlar öz yerini tapır. Məsələn, insana güllə hardan dəyirsə, qəlpə hardan dəyirsə, o hissə yaralır, qaralıb çürüyür. Natiqin ayaq hissəsində, bu hissəsində olubdu güllə yarası, bir də bu hissəsində. 65 gündə ermənilərin onu verməməyin səbəbi Bəli. həmişə erməni bizim əsir düşən pulemyotçuları, bir də qırat atanları. Bunlar ermənilərin qənimidir. Bunların heç ölüsünü də vermir onlar. Döyüş yoldaşlarıdır bunlar. Bəli, döyüş yolu. Siz özünü təqdim eləyin. Mən özüm də Sırxavəndlənəm, Abdullayev Həsən. Natiqlə bugün fəxr edirəm ki, elə bir igid oğlanla mən ilk olaraq bir yerdə başlamışdı döyüş. Şirin Mirzəyan batalyonunda. Allah rəhmət 92-ci eylesin ildə. Şirin bizi. O bir epizod danışım. 92-ci ilin avqust ayı Qazancı kəndində bizim qırıcını vurdular. Biz pilotu çıxartmaq üçün getdik. Orada miniyə düşdü. 12 nəfər idi. Bəli. 12 nəfərdən 7 nəfəri miniyə düşdü. Natiq dedi ki, burada hamımız köm yetsək, hamımız miniyə düşərik. Arxadan yolu deyin, mən öndə gedim ki, mina olsa mən partladım. Heç olmasa siz bunları çıxardı. Allah hamd olsun. Düşdü önümüzə, birinci yaralını gətirdim, ondan beraber qoydum. O Natiqin sayəsində çıxdı o uşaqlar. 92-ci ilin payızına kimi bir yerdə döyüşmüşdük. Sonra Ağdərədə onasına gəlib. Çox qorxmaz, mərd, heç nədən çəkinməyən. Həmişə deyirdi ki, deyirdim aşağı ayrı, deyirdi erməni gülləsi mənə dəyməz. Mən erməni gülləsinin qarşısına niyə əlməliyəm? Buyurun müəllim, siz də özünüzü təqdim eləyin. Cəmi şəhidlərimizə rəhmət eyləsin. Mən Ağdərə rayonu Sıxavənd kənd sakiniyəm. Natiqin ilə döyüşəm. Həm yoldaş olmuşuq, həm kəsçi olmuşuq, qohum olmuşuq. Natiqdən çox danışmaq olar. Adınız nə oldu? Adil. Bəli. Natiqin çox gözəl döyüş yolları vardı. Allah rəhmət eyləsin bütün şəhidlərimizə. Natiq elə bir oğlandı ki, Natiqin başına gülləsi senin gözün qırpan oğlan deyirdi. Onun həmişə bir dənə bir sözü vardı. Kim məni ölsən məni götür, erməni vursan məni, erməni ölsən məni götürən nə olsun? O keçdi. Amma mən heç çox danışmaq istəmirəm. Xahiş edirəm Natiqə bir ad verilsin. Natiq 94-dən şəhid olub. Natiqin heç bir adı yoxdur. Xahiş edirəm dönə-dönə Natiqə ad verilsin. Hamımız çox söz danışırıq. Natiqin döyüş yoldaşıyıq. Onunla döyüş yollarını hamımız bilirik. Günlərlə danışsaq onun Yəni siz tutarmaz. Natiq qardaşın Bir dənə xahiş edirəm. qardaşı da buradadır. Özü adınız nə oldu? Adım Elşad. Elşad. Elşad müəllim, yəni siz istəyirsiniz ki, bu qəhrəman qardaşımıza dövlət tərəfindən hardasa bir istəyirəm. məktəb, küçə adı verilsin də. Bəli, mən istəyirəm bir dəfə də mən o ad haqqında mən Daxili İşlər Nazirinə çağırılmışam, orada izahatımı vermişəm. Yəni Həm də mən- ki, Natiq qardaşımız polis əməkdaşı Bəli. oldu. Mən qardaşıma 2004-cü ildə igidliyə görə medal verildi. Amma mən o adı, yəni onu qəbul eləmirəm bir şəhid qardaşı kimi. Mən qardaşıma onun keçdiyi döyüş yolu, o Bəli. gördüyü işlər, vuruşduğu torpaqlar, çəkdiyi əziyyətlərə görə ad verilsin. Yəqin ki, inşallah bunu dövlət İndi Yorumlarda gedirsən, izləyəcək. deyirsən, harasa müraciət eləyirsən ki, Natiqin adına bir küçə mi, bir məktəb mi, deyir, bunun medalı birdir. niyə? Belə şeylər deyirlər. Mən Daxili İşlər Nazirinə o vaxt müraciət eləmişəm ki, mənim qardaşıma hansısa bir ordenlə təltif olunsun. İndi Milli Qəhrəman adı 94-cü ildə bu sənət nəysə arxivə düşüb yoxdur bu gündə. Amma heç olmasa bu gün onun Yazılı adını- sürətdə indiki Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət eləmişik. müraciət eləmişəm, məni ora çağırıblar. Cənab İsmət Əliyevin göstərişi ilə mən Daxili İşlər Nazirinə getmişəm. Orada izahat vermişəm. Orada Natiq haqqında ətraflı danışmışam mən. İndi yəqin ki, inşallah, Vallahi inşallah. hələ yəqin. kim bir şey yoxdur. Buyurun, siz də özünüzü təqdim eləyin. Natiqin döyüş yoldaşı, polis əməkdaşı Natiqin olmusunuz. döyüş yoldaşı 2-ci Ruh Qarabağ qazisi İskəndər. Bəxtiyar müəllim, çox sağ olun. Bu gün şəhidlərimizi çəkisiz, işıqlandırırsınız. Allah sizləri var eləsin. Çox sağ olun. Biz bu gün bura yığışmağımızın səbəbi Natiq qardaşımızın anım günüdür. Allah Natiq qardaşımıza rəhmət eləsin. Amin. Onun timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arz edirəm. Yəni Natiq haqda, Natiqin qəhrəmanı haqda bu gün danışmağımız,
vaxtımız, vərəmiz az olar. Ona görə qısa danışaq. Natiqin çox qəhrəmanlığı var. Yəni Natiq Ağdərə zonasında gələn döyüşlərdə tək başına, özü də Natiq pek atırdı. Tək başına bir elə ermənini məhv edəndən sonra yaralı olmağına baxmayaraq Natiq erməniyə əsir düşür. Yəni çox təəssüflüsü keçirdi ki, bu günə qədər Natiq qardaşımıza devlət tərəfindən heç bir fəxri ad verilməyib. Heç olmasa küçəmi, bir medalmı, bir nəysə verilməyibdi. Mən Natiqin döyüş yoldaşları adından Ali Baş Komandanımıza, alın qırmızı tarixə yazdırmış Prezidentimiz İlham Əliyev cənablarına müraciət edirik ki, Natiq qardaşımıza heç olmasa bir ad versin, biz də bir təsəlli tapaq. Çox sağ olun, var olun. Allah şəhidlərimizə də rəhmət eləsin. Allah rəhmət eylesin. Buyurun. Ağdərə rayon İmarət Gərbənd sakini Ağdərə polis şöbəsinin döyüş komandir vzodu vəzifəsində işləmiş Əliyev Oruç Miroğlu. Bəli. Mən bütün demək olar ki, 2 il müddətində, Natiq 2 il yarım müddətində bizdə işləyibdi. Natiqlə çiyin-çiyinə bütün döyüşlərdə bir yerdə olmuş. Mən onun hamısını uzadı danışa bilmərəm, amma Natiq mən deyərəm ki, anadan qəhrəman da olmuş. Allah rəhmət eylesin. Ona görə də mən axırıncı döyüşdən bir müəyyən bir hissəni danışacağım sizə. Yəni Ağdərənin o 3-cü Safxoz deyilən ərazisində Bəli. biz kanal üzərində Ağdərə 3-cü Safxoz istiqamətində o pozisiyanı götürmüşdük. Həmin pozisiya Ermənistanın geniş miqyaslı. Deyim ki, bəlkə 2 briqadanın əskərini tökmüşdülər. Tiqaşlar daşıyırdı, tanklar, BMP-lər, monolar, bütün nə ilə var idisə, erməni bütün var qüvvəsi ilə ora hücum etdi. Erməni deyəndə Rus da kömək eləyir də. Rus da kömək eləyirdi, fərqi onu da yoxdur. demək Orada lazımdır. Erməni, Rus, yəni erməni adından gəlirdi. Bəli. Orada biz çox deyildik, biz 40-45 nəfər idik. Bizim yoldaşlardan 8-i Ağdərə istiqamətində erməni Ağdərənin özündən gəlirdi. Əsas qüvvə Qırmızı kənd Kırda danışmaz. Şeyxsulan istiqamətindən gəlirdi. Bəli. Bütün orada biz o gələn qüvvənin qarşısını orada Natiq pulemyotla tutuşdurdu. Allah rəhmət eylesin. Buyurun siz də özünüzü təqdim edin. Məmmədov Zabil Əvəzoğlu, Sırğavət kəndi. Bəli. Natiq məndən qabaq könüllü orduda olub, Şirin Mirzəyevin rəhmət Biraz bərk danışın səs. batalyonunda. Mən də 92-ci ilin oktyabr ayında gəlmişəm könüllü batalyona, Şirin Mirzəyevin batalyonuna. Bəli. Ondan sonra yolumuz bir olub həmişə, sonra Ağdərə polis şöbəsində xidmətimizi davam eləmişik. Döyüş vaxtı Natiq həmişə mənim yanımda oldu. Bir səngərdə Xidmət olmuşuq eləmiş. Natiqlə. Axırıncı Bəli. döyüş vaxtında rəhmətlik həmişə cibində bir dənə patron saxlayırdı, bir dənə də F1 qırağı. Deyirdi, ola bilər ki, patronu erməniyə sıxa bilərəm. Yəni. Qranatla amma özümü partladıram, erməniyə təslim olmaram. Elə bir cəngavəri olan idi. Özü də həmişə rəhmətli şəhid mübariz İbrahimov kimi PK pulemyotu çiyninə belə alırdı, belə gedirdi. Allah rəhmət eylesin. Mənim buyurun özünüzü təqdim edin. Ehtiyatda olan polis müayini Əli Mikəl İsmailoğlu. Mən Natiqin qəhrəmanlığından günlərlə danışsam onu başa çatdırmaq olmaz. Sadəcə olaraq mən onu demək istəyirəm ki, Türk oğluna məxsus bütün müsbət xüsusiyyətlər Natiqdə vardır. Onun qəhrəmanlığı haqqında düzdür. 2004-cü ildə onun haqqında yiğitliyə görə medal verilibdi, amma mən istəyərdim ki, bu yuxarı təşkilatlar, aidiyyatı orqanlar Natiqin daha başqa bir Şuşa adı, məktəb adı verilməsi ilə onun mükafatlandırılsın. Allah ona rəhmət eləsin. Bu gün onun ad günüdür. Biz hamımız onu Allah rəhmət eləsin deyirik. Qəbri nurla dolsun. Bu qədər. Allah hər birinizin canını sağ eləsin. Bir daha Allah Natiq qardaşımıza da qəni rəhmət eləsin. Cəmi şəhidlərimizə rəhmət eləsin. Seyid Rıza da buradadır, gəlibdi. Seyid şəhidinə qurban olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Natiq qardaşının cənnətdəki mövludu mübarək olsun.
o timsallar, bütün şehitler hamısına gəlir rəhmət eləsin. Şükür bu günə, min şükür. Qabaqda yığışırdı bura, Ağdərən alması günü, bax belə bir tədbirə keçirildi. Şükür Allah bir sevinç tədbiridir. Şükür gün olsun ki, gedək öz yaşadığı yerdə, o da biz getmişik, yaşadığı yerdə orada anım mərasimi keçirək inşallah. Allah Natiq qardaşım gəlin rəhmət eləsin. Səvindik babanın ruhu şad olsun. Bütün atasının, anasının ruhu şad olsun. Şükür büyüklüyümüzə min şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Bir salavat xətm eləyək. Peyğəmbər və ali Peyğəmbər ruhu anvat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir salavat xətm eləyək. Bugünkü tədbir iştirakçımız yığışıb bura. Allah Teala bütün şəhidlərimizə Allah gəlin rəhmət eləsin. Şəhidimizin tədbiridir. Onun cənnətdəki mövludu mübarək olsun. Cəmi şəhidlər hamısı ruhu şaddır. Ruhların vaxtında bir salavat et Allah'ım. Qazilərimiz olub. Allah onların şəfasını versin. Veteranlarımızın Allah canını sağ eləsin. Hamımızın balalarımız əsgər gedir, çağırış yürüdür, sağ getsin, salamat gəlsin. Allah əsgərlərimizi qorusun. Öz Allah'la xatırlasın. Öz böyük xatırlasın. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Alif lam mim. Zalikel kitabu la raybe fihi hudan lil muttaqin. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك ومن الآخرة هم ينفقون أولئك على هدى من ربهم وأولئك هم المفلحون صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين اللهم احفظنا بصمت الأحيا منهم والأموات وإلى روح cəmi şəhidlərimizin ruhu şad. Burada olanlar ola bilməyən hamısının adından Allah şəhidlərimizə gəlin rəhmətlə o cümlədən Natiq Səmindi oğlunun cənnətə doğumu mübarək olsun. Allah şəhidimizə gəlin rəhmət eləsin. Fatih. Allahümme sallallahu Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir Sıratal lezine aleyhi gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahus samed. Lem yelid ve lem yulad ve lem yulad. Allah rahmet eylesin. Allah rahmet eylesin. Şehit. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah sizleri var eylesin. Allah köməyinizə dursun. Allah şəhidimiz cənnətdəki doğum günü mübarək olsun. Allah rahmet eylesin. Her birine. O dünyasına şükür büyük dünya. Bu günler buraya gelip sevinçle gelir. Şükür büyük dünya. Kavakta sıkıla geldi. Şükür Allah'a. Göz elinden, obasından, öz yerinden de haber verilir. Allah. Ha, bəli. Allah rahmet eylesin kardeş. Bir daha Allah rahmet eylesin. Allah rahmet eylesin.
Oldu benim. Allah rahmet eylesin. Allah qəni rəhmət eləsin Natiq qardaşımıza. Bir daha başınız sağ olsun. Vətən uğrunda gedib, o bizim fəxrimizdir. Sağ olun, var olun. Allah bir daha qəni rəhmət eləsin.